O zaman bir kişi fikirləşir ki, indi mən ölsəm, aya mənim fəryad rəsm var? Ölüm də cavana qocaya baxmaz ki. شاهدش منصب olmayan. یک امروز است ما را نقد ایام بر او هم اعتمادی نیست تا شام. Xanım ağasına dedi ki, əlimdən nə iş gələr? Deyə oturma, dur ayağa. Get Siddiqi Tahirə Fatimi Zəhranın xidmətinə. Deyəcəkən ki, mənim ağam bu fikirdə qüssəlidir, nigarandır, bizi də pərişan eləyib. Məni yollayıb bura, sizdən sual eləyəm ki, əgər mən gün ölsəm, dar fənadan geçsəm, روز مرگم نفسی مهلت دیدار بده تا چه حافظ سر جان و جهان برخیزم. Öləm, mənim dadımə çardarsınız, mən sizin şiələrdən hesab oluram ya olmuram. Yoxdur, durub gedərəm. Yetişdi Siddiqi Tahirənin xidmətinə. Salam ərz elədi. Ya Səyyidəti Nisa aləmi, mənim ağam bu hala düşüb, çox qüssəyi, çox qəm eləyib. Demişəm, niyə qüssəlisən? Deyir, ay xanım, bəlkə mən indi öldüm. Mənim dadimə çardan olar. Du ki, Fatimi Zəhradan xəbər al ki, mən indi ölsəm, sizin şiələrinizdən məhsub oluram ya olmuram. Nə deyim ağama? Ağam deyir, sizin şiələrinizdən ya yox. Buyurdu, ay xanım, get, sahibi və ağama mənim tərəfimdən decinə. Bu söz pəyamdır kulli tarixə. Həzrəti Zəhranın bu sözü Əyyəm Fatimiyyə rivayət Fatimi. Get ağava sahibi və mənim dilimcan decinə. En kontə tə'məlu bimə əmərnək və təntəhi əmmə zəcərnək anh fəəntə min şiətina və illə fəla. Əgər sən ağasına getdi, sən biz dediyimizə əməl eləyibsən, günahlardan, mənhiyyun ənhilərdən, həramlardan üz döndəribsən, bax, fəəntə min şiətina, sən onda bizim şiələrdənsən, muridi qəbulümüzsən. Bir daha təxəllüs oxuyum, Acacin məhzərlərində, uləma məhzərində dəsvəs verim, bura bax. Əgərçi şəni aşina olub hamı qəvabidə, təsəllüt-i fununidə vəleyk var nəfaidə. Hüseyin qəbul etməsə, nə səc ozi, nə qaidə. Mən təsəllütüm var. Hüseyin qəbul etməsə, nə səc ozi, nə qaidə. Hüseyin qəbul eyləsə, gözəl suxən yazar Hüseyin. Rəhmətlinin çiçi adı.